arvadı. Dünler onun döyüş yoldaşları, qardaşları, silahdaşları bir gün gəlmişik Səfalının dövlət bayrağının üstündə çəkilim anasına, yaxınlarına, qohumlarını təqdim eləmək üçün. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Bizim də əlimizdən ayrı şey gəlmir. Əgər əlimizdən gəlsə onlarla ən yüksək səviyyəli medallar, ordenlər təqdim edərdik. Səfalının şəhid olduğu gündür. Amma Səfalının 92-ci may ayından bizdə hərbi xidmətə başlayıb. Yəni vətən torpağı. Hamımız üçün vətən də əzizdir, ana da əzizdir. Səfalının çox həlim təbiətli, mülayim, sakit, sədəqətli, qorxmaz, elə oğlu kimi tanıyırıq. Vətəni sevən. Biz də onun anası. Anadan övlad üçün ondan müqəddəs şey olmaz. Biz onu bilirik, yaşayırıq, ona görə bu günləri istəyirik ki, həmin sənin bizim üçün gənc yaşında olan övladının bizim üçün həmin yaşdadır. Həmin yaşdadır. Onun əvəzini heç nə verməz, heç kim verməz. Amma bu günləri biz sizin yanınızda, onun şəhid olduğu gün ailəsinin yanında olaq. Çox sağ olun, həmişə də gəlmişsiniz, həmişə məni axtarmışsınız, həmişə yoxlamışsınız, ya o tərəfdə olun da ya bura gəlin. Var olun, Allah sizə dəyməsin, Allah sizi saxlasın. Həmişə evinizdə işləyinizdə şad şalayın olsun. Allah kömək olsun, bizim borcumuzdur. Şəhid ailələrini axtarmaq, tapmaq, bizim döyüş yoldaşlarımızı axtarmaq, anası olmayanların onda anasına rəhmət eləsin, olanlara can sağ verirsin, bizim borcumuz olur. Yəni 30 il keçsə də bizim üçün həmin gündür, həmin şəxsdir, bizim üçün dəyərlidir. Bax, Novruz müəllim də buradadır, Əmər qardaşımız da buradadır, Oxtaçılar da buradadır. Bura kiçik bir toplum şəklində gəlmiş ki, biz ailə ilə bir yerdə olaq. Yəni deməsinlər, umud oldu, yaddan çıxdı. 30 ildə keçdi, 50 ildə keçdi. Mən həmişə də deyirəm, həmişə də deyirəm, Allah sizi var eləsin. Sağ olun. Allah köməyiniz olsun, Allah balalarınızın üstünə əski eləməsin. Həmişə də xeyir işlər olasın, xeyir tapasınız. Xeyir yollara gedəsiniz. Gələ bilən yoldaşlar da var, bax onlar da ürək istəyir, çox istəyirdi. Yəni, ana və bayraq övladı. Bunun üçün vallahi biz bunu elə bir ki, son vaxtlarda bunu edirik də, şəhid ailəsinə gəlib təqdim edirik. Ağay müəllim, çox sağ olun, Allah köməyiniz olsun, Allah heç bir vaxtı sizə əski eləməsin. Rövşən Murad təqdim edir. Mənim qardaşımı heç bir vaxtı yaddan çıxartmamışsınız. O yağışlı günlərdə də, qarlı günlərdə də gəlmişsiniz, bir yerdə də olmuşuq, görmüşük də sizin. Allah sizi həmişə öz dostlarınızın arasında mehriban eləsin, canınızı sağ eləsin. Doğrudan da bizə elə bilginən ki, fərq edir. Həmi bir tərəfdən üzülürsə də, bir tərəfdən də fərq edir ki, qardaşınız elə bilginən ki, torpaq uğrunda şəhid olubdur. Həmişə İstəmişəm ki, səsiniz, sorağınız yüksəklərdən gəlsin, canınız sağ olsun, balalarınızın üstündən əski olmayasınız. Hər biriniz, hər bir döyüş yoldaşları nə birində. Çox sağ olun, minnətdarıq, həmişə axtarmışsınız, bizi bitirməmişsiniz, doğrudan da anamı yaddan çıxartmışsınız. Nə deyə bilərəm? Vallahi yeni vaxtlar içində otururum, birdən söz düşür. 6 ay nə tədbirdə hələ. Mən deyirəm, mən nəysə mən çox şad olurum da. Məni itimirlər, axtarırlar. Hazır dedim, bax çıxıb evdədir, pensiyadadır. Bir gün məni bir il atlatmır. Hər ilin elə bir şey axırında, əvvəlində yoxlayır, gəlir məni yoxlayır. Borcunuzdur, siz də sağ olun. Köməyin olsun. Hamınız bir yerdə. Çox sağ olun, Allah var eləsin sizi. Biz elə qarşılıq bir məqsəd qoyduq ki, gəlin bizim bu dövrü birinci Qarabağ müharibəsində əsas o şəhidləri elə bir simvolik olaraq şəkili ilə bir bayrağı belə bir şeylər ki, təqdim eləyək ki, bir ömürlük qalsın. Həm yaddaşlara olsun, həm sağ ol balacalar bir qürurlansın. Burada şəhid olsan onlar ötəri ki, o körpələr, bizimkilər firavun həyat sürsün. Allah səbr etsin. Ana üçün ağır olsa da
gurur vericidir ve gurur verici oturup durduğumuz dağılırdı. Allah o nəvələri doyunca görəsən. Çok sağ ol. Ömür versin. Çok sağ ol. Allah Qalan kömür. ömrü bir firavan bir həyat Çok sağ başa ol. vurasa. Amin. Ne diyeyim? Ömür uzun. Allah Çok sağ ol. Enver de koy bir söz desin. Səfərinlə mən Rusiyada əsgərlikdə bir yerdə oldum. Hangi Osman? hə, Mən əsgərlikdə bir yerdə, amma Başaratdan. Yəni, əsgərlikdə bizim Vidadi, Abdurrahim yoldaşı Vidadi, biz bir yerdə əsgərlikdə. Birdən sonra da ki, belə batalyonda bir yerdə olmuşum. Yəni, Allah rəhmət eləsin, şəhid oldu. Allah məkanı. bilirsin, Zalbaya müəllim, bir dənə mənim qardaşım şəhid, bizim qardaşımız deyil, bütün Azərbaycanın qardaşıdır, bütün şəhidlər. Bütün şəhidlərin hamısı Azərbaycanındır. Məsələn, hələ mən bir adamdan eşitməmişəm ki, bu şəhid belə oldu ya belə oldu, yox. Allah'a şükür. Həmişə itirmişsiniz, axtarmışsınız, həmişə mənim anamı yad eləmişsiniz. Çox sağ olun, minnətdaram sizə, necə lazımdır. Hər birinizə ayrı-ayrılıqda minnətdaram. Sağ olun, ömrünüz uzun olsun, canınız sağ olun. Kopay. Sağ olun. Həqiqdə şəhid anlasına gələndə elə bilirsən ki, şəhid deyəcək. Yəni anıya elə bir təsir edir. Malkəmi Allah rəhmət eləsin, Malkəmi mənim atamın möhkəm dostu olub. Möhkəm dostu olub. Bildim, bildim. Bəli, rəhmət eləsin. Amin. Allah bir daha halkımıza, analara evlatları çəkdirməsin, müharibə olmasın, əmin-amanlıq olsun, sülh olsun həmişə. Bizim də ana, boynumuzun borcudur ki, döyüş yoldaşlarımızın ailəsini axtaraq, tapaq, onlarla oturaq, söhbət eləyək, təsəlli verək. Allah öz səbir versin. Allah sənə də ömür versin, evlatlarına da ömür versin, nəvələrinə Allah də. ömrü size versin. Ben inan sevineyim. Gün o gün olsun tezliklə yerimizə, obamıza, yurdumuza gedək, gələk, projikdə. Çok sağ ol. Sizi arayaq, Çok sağ tapaq. ol. Allah ömrünüz uzun eylesin. Allah sizi 100 yaşatsın. Allah sizi Malkəmin bağlarınızın yurdunda içinde gələksin, şaşalan tapaq. Allah eylesin. rəhmət eləsin. Sağ olsun. Allah ömrünü uzun eylesin. Bağların içinde dair eylesin. Şaşalan olsun. Sizle böyle. Sizle birlikte. Sağ ol. Evet. Onu saklıyorsunuz. Allah da sizden hürmet eylesin. Bugünkü gündə elə bir Allah da sizin başınızdan gülüşür. Hələ gedirsiniz, şaşalan gelirsiniz.